Xalq artisti Faiq Ağayev canlı efirdə aparıcı Zümrüd Bədəlovaya irad bildirib. O, gün ortası verilişində qonaq olub. Bu zaman verilişə canlı qoşulan pərəstişkarın ünvanladığı sual Faiq Ağayev tərəfindən xoş qarşılanmayıb. Buna səbəb sənətkara evliliklə bağlı verilən sual olub. Ananızın bu qədər təkidlərinə baxmayaraq cəmi 4 il evli qalmısınız. Niyə? Daha sonra xalq artisti sualı cavablandırıb, lakin aparıcının bu mövzuları efirdə müzakirə etməsinə qınayıb. Mən Azad Azərbaycan Teleradio və Yayım şirkətinin Bədii Şurasının üzvü olaraq sənə irad bildirirəm və sənin simanda bütün həmkarlarına da. Audio-vizual şura da bildirib ki, efirdə ailə məişət məsələləri çox müzakirə olunmasın. Tərəfdarı deyiləm, bu kimi mövzular efirdə yox, mətbəxdə danışılmalıdır. Bugünlük səni bağışlayıram, səndən 1 illik fasilə götürürəm. 1 il mənə zəng etmirsən. O müddət keçdikdən sonra inşallah kinim soyuyar, bəlkə onda səni bağışlayaram. Sənətkarın tənqidi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.